Mənim prodüserim burada çox böyük bir narazılıqla yazıb ki, sən ora efirə çıxmısan, yoxsa kiminsə reklamı gedir orada. Baxın, düz də deyir, düz də deyir. Bilin, burada mənim bu olanlardan qətiyyən xəbərim olmayıb. Bəli. Xəbərim olmayıb. Mənim prodüserim niyə mənə bu cür yazmalıdır? Bəli. Niyə? Axşamdan söz olub bax aramızda. Niyə? Niyə bunu edirsiniz? Bir məqsəd var. Mən açıq deyəcəm, kim inciyir özü bilər. Mənim heç kimdən başa aşağı heç bir şeyim yoxdur. Burada rəsmən xanımın mənimlə PR-ım, reklamım, yəni xanımın reklamı gedir. Bu qədər. Bunu qəsdən eləyirsiniz. Məni sevən xalqım bunu qəsdən eləyirlər. Bu qədər. Bu xanımı mənim üzərimdən reklam illər boyu etdiniz. Buna bir durun, dayanın da. Dayanın da. Mən dayanmışam, amma dayanmırlar. İnsanlar da məni günahkar görürlər ki, bunu Şəbnəm. Xeyr. Bəlkə də o xanımın da heç xəbəri yox. Amma xəbəri olmasa kimin nəyinə lazımdır ki, bu cür oyun qurur?